Bir alimdən elə dünən axşam oxudum bax bunu. Dünən axşam baxırdım ki, söhbəti hazırlayanda bu qabağıma çıxdı. Deyir ki, mənim etiqadım budur ki, harda Hüseyn yad edilsə, harda olur olsun, İmam Hüseyn yad edilsə, onun müsibəti zikr olunsa, İmam Hüseynin hərəmi hökmündədir. Hərəmi hökmündədir. Yəni, orada daxil olanda elə bil ki, hərəmə gəlmisən. Ayətullah Behçət də deyirdi ki, hər müsibət məclisi bir Kərbəla ziyarətidir. Fikir də versəz, ora gedənlər bilir, eyni fəza yaranır. Kərbəlanın fəzası gəlir məclisdən oxşar olur. Çünki bunlar hamısı Allahın sübutudur, bunlar hamısı haqqın həqiqəti. Bu haldır da, bunu süni yaradan məsələn. Girirsən, görürsən, Kərbəlanın ətri gəlir bir İmam Hüseyn məclisində. O hallar ki, sən keçirirsən, eyni ilə o hərəmdə olan hala bənzəyir. Ondan sonra deyir ki, orada mələklər hazırdılar. Necə hərəmdə mələklər var, eləcə də məclislərdə də hazırdır mələklər və dualar da qəbuldur. Bir hədis var, deyir, İblis Aşura günü axşamüstü narahat oldu. Hədisdir bu. Deyir, ətrafındakılar soruşdu ki, niyə görə narahatsan? Dedi, mən böyük səhv elədim. Dedilər, nə səhv, sən bu insanların əlini Hüseynin qanına batırdın, cəhənnəmin lap ağır əzabına düçar elədin. Deyir, düzdür, amma kaş mən bu insanları vadar eləməzdim Hüseyni öldürməklərinə. Bir şeydən qəflət elədim, bir şeyə fikir vermədim ki, onun qətli ilə Allahın heç vaxt açılmayan xüsusi rəhməti açıldı bəndələrinin üzünə. Xüsusi bir rəhmət açıldı ki, indi qiyamətəcən hamı bəhrələnəcək. O öldürülməsəydi, bu rəhmət bağlıydı. Yenə də deyirəm, alternativi dedim nə idi? O öldürülməsəydi, nə olsaydı o rəhmət yerə gələrdi. O alınmayanda Hüseynin qətlindən başqa çarə yoxdur. Mən başınızı çox ağrıtmıram, elə bu məclisi də istəyirəm Aşuranın, Kərbəlanın ziyarətində çevirmək üçün hər cümə bizim, hər il ənənəmiz var ki, ikinci xütbədə onun müsibətinə işarə eləyək. Bu günlərdə çox sözlər danışdıq, amma istəyirəm bu məclis cümə xütbəsinin öz savabı var. Hüseyn zikri müsibətinin savabına heç nə çatmaz. Savabından başqa bir yerdə seyr eləyək, yenə də öz inayəti ilə, çox da uzun danışmayacağım, öz lütfi ilə, mərhəməti ilə, ürəyimiz məhsun olmaqla, qəmli olmaqla, gözümüzdən yaş çıxmaqla həmin o Allahın o geniş rəhmətindən bizim də üzümüzə açılsın. Bir yerdə yazıb ki, İnkisarən fi vəcihi. Deyir, Hüseyn üzündə sınıqmaq, sınıqlıq əlaməti göründü. Nə zaman Hüseyn hiss olundu ki, sınıqdı, deyir, o zaman idi ki, Əbəlfəzin cənazəsinin yanından qayıdırdı. Tarix belə yazır, deyir, İnkisarən fi vəcihi. Üzündə hiss olunurdu Hüseynin ki, böyük itki verib, çox böyük. Ona qədər, bu qədər üzündə o əlamət hiss olunmurdu. Aşura günü dedim, gəldi birbaşa, o qədər ağır idi bu xəbəri vermək, o qədər çətin idi, çox çətin idi. Əbəlfəz müsibəti sıradan bir şey deyil. Bəzi mənbələrdə yazılar, axı ikisi getdi. İmam Hüseyin tək qayıtdı, su gətirməyə ikisi getdi. Sözün qısası gəldi, cürət eləmədi, dilinə gətirsin ki, Əbəlfəzi öldürdülər. Bu sözü demək ağır idi, eşitmək ağır idi. Ona görə deyir, bunu hərəkəti ilə izah elədi, bunu davranışı ilə izah elədi. Getdi, deyir, xeyməsinə bir dənə şəhidin, mən bildiyim qədər xeyməsinin çadırını yatırdı, deyir, daxil oldu, çadırın sütununu götürdü, çadır yatdı yerə. Çadır yatanda Zeynəb başa düşdü, qadınlara belə başa saldı. Belə başa saldı, Zeynəb onda belə dedi, va zeyhəta. O birisi nə deməkdir? Yəni, vay əsirli əlindən. Yəni, Əbəlfəz şəhid oldusa, əsir olmağımız qətidir. Hər sözlərinin hesab kitabı var. Yəni, vay olsun ki, əsirliyimiz qətidir. Ondan sonra deyir, Əbəlfəz gedəndən sonra Hüseyn müvazinətini itirdi. Hüseyn bilmədi ki, neynəsin. Adam itirər müvazinətini. Bax, o vəziyyətdə oldu. Gəldi, deyir, dayandı tək meydanda.
Fənada nida elədi. Deyir İmam Hüseyn hər tərəfə baxdı, gözü adam axtarırdı, gözün gəzdirirdi. Gördü ki, düşmən və şəhid cənazələri. Gördü adam yoxdur. Allah göstərməsini, bir dənə özünüzü təsəvvür eləyin. Allah göstərməsin, adam bir yerdə qalsın ki, sağa sola göz gəzdirsin, bir dənə adam olmasın. Bir dənə heç indiyəcən bu hala mən düşməmişdim, ben indi danışa düşürəm. Hərdən bəzi şey vaxt lazımdır adam başa düşə. Bir balaca çətinlik olanda, nəsə bir xəstə olanda, bir çətinlik olanda, gözün bir tanış görəndə ürəyivə aramlıq çökür. Ən çətin vəziyyət, bir qoşun namərdlə üzə istər-istəməz göz adam axtarır. Görürsən, yox, düşməndən başqa heç nə görmürsən. Ona görə deyir, fənada, ya Müslim ibn Əqil, ya Hani ibn Urvə, ya Zuheyr. Deyir, çağırdı, ey Müslim, ey Hani, ey Zuheyr, bir səhabələri çağırdı. Qumu an nəvmətikum, durun yuxuvuzdan, ayılın yuxuvuzdan. Görmürsünüz ki, mən tək qalmışam. Görmürsünüz, durun, mənə kömək eləyin. Mən əsir qalmışam bu namərd düşmənin əlində. Qadınlar əsir qalıb, səs gəlmədi. Mən elə başa düşürəm, burada özünə roizə oxudu İmam Hüseyn. Roizə oxudu, sonra getdi meydana. Özü özünə ağladı, öz əzadarı oldu, getdi. Belə dedi, ənə unadikum və lə tucibun. Mən sizi çağırıram, cavab vermirsiniz. Axı siz belə vəfasız deyildiniz. Mən Hüseyn meydanda tək qalmışam. Necə olur mən çağırım, siz cavab verməyəsiniz? Mənim sözümə itina eləmirsiniz? Ondan sonra getdi. Getdi və şəhid oldu. Ruhu bədənindən çıxdı. Bəzi adamlar vardı ki, axıra qədər onunla indiler, onunla qaldılar, nicat tapdılar.